Salam olsun dostlar. Bugün sizlerle bir yerde Stick War Legacy oyununun devamını çəkirəm. Axırıncı Spartonu açmışdıq. Bax görə bu videoda hara kimi ilerleyeceğiz. Getdik. Heç uzatmadan başlayıram oyuna. Yenə pusuya düşmüşük. Bunlar əllərində odun olan tayfa. Neyse, bunlar odmağa satdı əslində. Bunları işlədim, biraz tez eləsinlər. Baxın, bizim kələlər biraz gücləniblər. Bəli. Tək gedməsin buradan. Şunlar, keçən videomuzu geçin izlənməyə, bunun üçün sizə təşəkkür edirəm. Yəni izlənmə və bəyəni gəldikcə mənim həvəsim daha da artır. Video çəkməyə daha da həvəslənirəm. Bunun üçün like atmağı, like'ınızı əsirgəməyin. Yəni o qədər adam izləyir, amma like azdır, amma olsun. Canınız sağ olsun. Neyse. Bundan sonraki videolarda daha yaxşı oyun fikirlərim var. Bundan sonraki videom Stick War Legacy videosu olmayacaq yəqin ki. Bəzi oyunları seçmişəm, o oyunlardan birini oynayacağım. Gördüm ki siz nəsə çox önərmirsiniz. Özümdən 2-3 dənə oyun seçdim. Onlardan birini oynayıb qutarandan sonra öbürsünə keçəcəm. Öbürsünü də oynayıb qutarandan sonra təzə Stick War Legacy oyununa davam edəcəm. Məncə uda bilərik, amma yenə də biraz yığaq. Bunlar çünki biraz zəifdirlər. Yəni vuran kimi ölürlər, onların da hasarları çox zəif olur. Elə ki ağac deseninin yüksəldilməmiş olmasıdır da. Oha, indi hücuma keçməlidirlər. Gördün, nətər bildim. Bizim şöyle geçsinlər 100% olacaq, yəni mümkün deyil uduzmağımız. Bəli, udduq. Bunun üçün maxlayıram. Bunun da daha tez işləsin deyə hızını artırıram onu. Oha, indi büyücünü açacağıq. Büyücü burada əslində nə bu qılınclı, nə də Sparton lazımdır bizə. Bizə əsas burada oxçu lazımdır. Oxçularla oynayacağıq, çünki büyücü yaxına gələnə kimi oxçular onu vurur. Amma bu Spartonlar və qılınclı adamlar uzaqdan vuranmır deyə yaxına gələndə büyücü bunları vurur, uçurdur, öldürür hamısını. Onun üçün full oxçu, 1-2 dənə də o Spartondan basa bilərik. Oxçular da bir ki uzaqdan vuracaq. İşimiz daha da rahat olacaq. 2 dənə də bundan çıxardaq tez-tez. Bunlar şu ilk büyücünü çağırırlar desin. Yox, hələ çağırmayıblar. Büyücünü alandan sonra işimiz daha asan olacaq. Yəni oyunları daha rahat oynaya biləcəyik. Bunları yəni sürətləndirə görən. Yox, ehtiyac yoxdur. Hələ nə büyücü gəlir, nə bir şey. Amma birazdan gələcək büyücü. Bir dənə oxçumuz oldu. Bunun gələcəklə bir yerdə 3 dənə, 4 dənə. İlk büyücünü atdılar. Hələ gəlmirlər. Neyse, oxçulardan yığaq, axıra tərəf biraz Spartanlar. Biraz şey yığaq. Pul. Bundan sonra şey yığaq. Biraz. 1000 dənə yığaq, elə eləyək. Bəli, gözlürük. Bəlkə bu videoda qutardıq, bilmirəm. Bundan sonra yenə pusu olacaq deyəsən, sonra divlər olacaq. Divi alandan sonra bir dənə yenə pusu olacaq. Ondan sonraki oyun qutarır. Bəli, az qalıb uşaqlar, bu videoda da bitirə bilərəm. Bilirsiniz ki, ideal videom bir 20 dəqiqə uzatdı. 20 dəqiqədə
Bu oyunu bitirmək üçün məncə bəsdir yəni. Bitirə bilərik. Çalışacağım bu videoda bitirim. Oxçularımız qəşəng iş görürlər. Büyücünün bir də gəlir. Gəlsin görək. Gəlsin görək oxçuların biraz gücünü kəşf edəsin. Sən gələnə kimi dayı. Öldü. Sonrası böyüyü hörmət eləsəydik kaş, amma böyü bizə hörmət eləməyəndən sonra dayı. Nə qarıq. 2 dənə də Spartondan məncə getmək olar. Qılıncılardan da olar götürmək. Çünki qulağını ancaq oxçularını almaq çox çətin ola bilər. 2 Sparton, 4 dənə də bu qılıncılı qaqaşımızdan götürək. Bax gör bunu. Hə, yuxarıdan oxlar axacaq. Mədən sürəni bir də öldürdük deyəsən. Əgər bir dənə deyəsə öldürüm. Dəymədi. Hücum, hücum. Oha, tamam, büyüzünü öldürün də. Vurun, vurun geçsin. Uşaqlar problem yaşayırıq. Bu Spartonlar bir də bu qılıncılılar öləcəklər deyəsən. Belə geçsə öləcəklər. Oxçular amma kömək eləyə bilir deyəsən. Büyücülər gəlir ha. Amma ölürlər. Sən öldürdük deyəsən bunları. Sən. Oxçular vursun elə. Elə deyəcəm ki, oxçular öldürsün onları. Qulağını elə onlara alsın, amma çox vaxt öləcək. O vaxt kimi yenə gətirəcəklər onlar. Yəni az vura yıxdılar buraya. Halal canavarlar. Canavarlarım. Oha, indi nə yüksəldək? Büyücünü bir bunu yüksəldək. Bir də bunu yüksəldək, bu oxçunu. Pertland. Burada yenə pus olmalıdır. Yox. Su değil. Ha, bildim. Ay, bunlar da böyle tehlikeli oxşurlar. Bundan sonra divdir desən elə divdən sonra da yəqin final olar. Bir dənə də Spartan gətirədilər bunlar. Elə hücum eləyə bilərlər. Biz Spartonumuzu yüksəltmədik. Bəlkə büyücünü eləyək. Büyücünü gözləyək. Bunlar indi hücum eləyərlər. Görəmədilər. Gözləyək hələ. Bizə deyəsən bir dənə elə. Hə, təkdir bu. Tek dövəcək deyəsən bu. Öldürdü ayağımsın tek. Tek öldürdü. Hava oldu buna. Sana var. İndi biraz kömək gələcək ona.
3 tane okçu öldürdü deyəsən. Yox, 2 dənə. 2 dənə də bundan, qılınclıdan. Spartonları da biraz işlətmək istəyirəm. Spartonun pulu yığılsın, Sparton götürəcəm. Hə, götürdüm də Sparton. Bəlkə qəşəng gedirik, pis deyil. Məsələn, tez hücum edib, tez udmaq kimi bir istəyim var. Cumram ya. Yəni birinci Sparton bir gəlsin. Hə, bir dənə də. Bunlar da arxadan gələr. Hər canavar getdi. Bunlar götürərlər deyə Yunqulanı. Hələ büyücü zat da gəlir. Onlarda büyücü var, yoxdur. Bunu biraz kontrol edeyim. Öldürdü değil onları. Büyücü tek. Hayır, bunları tuttuk. Bəli, tuttuk. Qəşəng geliyor. Bu okçunu da maxlayaq. Bir dənə də büyücünün bunun kepkasını dəyişdirək. Bəli və divlər. Yenə divlər deyil. Nə oldu yeday? Biz bu videoda çatdıra biləcəyik görəm. Amma mən çalışacağım çatdıram. Tez hücum, tez heykəli yıxmalıyıq. Bu Nəsrəddin əmdən bir dənə alışverişimizi eləyək. Nəsrəddin bizə 2-3 dənə bundan ver. Davay işləyin. Tez bazar hücum eləyək ki, ilkdən büyücü alaq. Büyücünü aldım getdiyə. Davay. Dört tane de bu qılınclıdan, 2 tane okçudan götürəcəm, 2 tane de bu Spartondan, sonra hücum. Taktik tapmışıq da, bir tane büyücü, 4 tane bu qılınclıdan, 2 tane Sparton, 2 tane de bu okçudan. Bu 4 tanesinin hərəsindən 2-3 tane götürüb getmək olur. Okçudan bir tane götürdük. İkinci okçunu da götürdük. Tez çatdırmaq lazımdır videoda. İlk Spartonun pulu çıxdı. Rəqibə baxaq. Rəqib Spartonları 3 dənə belə dizib. Spartonları öldürmək əslində asandır, çox çətin deyil. Bir dənə də Sparton bizdən. Spartonlarımız ama biraz zayıftı. Bir tane de Spartonumuz gəlsin. Artıq hücum vaxtıdır. Hücum. Bəli, qaçırlar.
Qovuruq onları. İti qovan kimi. Bunlar ne takviye çağıracaq? Bu da qırğın çıxacaq da yəni. Büyücü bunlarda da yoxdur. Yox, görüşün. Tək büyücü bizdə də ki. Deyirsən uduzluq ola. Uduzmadı ki, öldürəmədik buradakiləri. Bizə bol qılıncılı adamdan lazımdır. Sən, yox, uduzmadıq, görüşün. Əla. Bunlar nəsə çox böyle talpa ilə gəldilər, yekə bir talpa ilə gəldilər. Mən elə bildim uduzduq. Aha. İndi bundan sonra div də gəlir. İndi yenə gəldik bu ekrana. Bir də bunu eləyirəm. Bir də bunu eləyirəm. Artıq divin vaxtı gəldi və div. Bəli, div. Divi öldürməyin ən asan yolu büyücüdür. Bu 4-5 dənə bundan götürmək ola bilər, götürərək. Öldürə bilərik. Bu ilkdən div basacaq. Yəni onu bilirik. Div də problemdə. Oyun başlayan kimi nə olub da? Birini kontrol edib arxasına keçməliyik. Öbürlər də qabaqdan vurmalıdır. Ancaq elə saxlaya bilərik bunu. Gedirəm. Bax, belə. Bir dənə vurdun, arxasına kes. Belə də vurdun, yenə arxasına kes. Bir dənə yenə vurduq. Başa qaçır. Ona qaçsana, eşeğe boydasan. Bir dənə də arxasına keçdik, İlk hücumu elədik. Bir dənə bundan öldürəmədik. Belə qaçırıq. Büyücüyə pul yığırıq, eyni zamanda da divi öldürdük. Tək başımıza divi öldürdük, qardaşım. Gəldin. Vurdum. Hayda, qaçamadım. Arkama keçdim. 3 dəfə vurdum. Yenə arkama keçdim. Cəvər vurdum mən ona. Bunun bağı var da. Yəni büyücüdən buna da bir dənə vurduq. İkisini də öyle öldürdük. Bakın taktika budur. Bu vurdu ha. Qaçmış şimdiyə təzən gələcək. Üstsüzük çünki. Üstsüzlüyümüzü bildiririk divlərə. Gözləyirik, div gəldi. Bəli, gəliblər. Yenə gəldi. Yəni buna nə qaçırlar? Biraz gözləyək. Belə bir talpa yığmışıq şey. Yenə gedirik. Çünki üstsüzük. Tək bəs yəni bu. Bayanı qaçırlar. Hücum vaxtıdır məncə. Bəli, hücuma keçirik. 2 dənə Spartan. Həmişək kimi. Bunun arxasından gizləndik. Bəli, divlər gəldi. Onlar onun arxasından başını qatır, mən də arxasından vururam. Bunlar qabağından başını qatır, mən arxadan vururam. Mən də arxadan başını qatıram, bu da qabaqdan vurur.
Yo, divi de açtık divi. İndi az qalıb final oyununa. Əlində sümük tutub indi. Bəli, bundan sonraki oyun finaldır artıq. Bəli, gözləyirik gəlməyini. Bəlkə də gəlir. Bizdə yenə tək bir dənə budur. Öldürdü, bəli. Heç burada yorulmayacağım. Çünki divi öldürməyin də bug'ı var artıq. Artıq deyəndə əvvəldə var idi. Div güclüdür. Ama zayıf yönde var. Yani bir tane balaca adam onu öldürebilir. Yani burada oyun demek istiyor ki bölüyle değil her şey. Gözlürük. Gelmediler. Qorxdular deyəsən. Tək bax bir dənə bununla uda bilərəm hamısını. Gəl, gəl, gəl. Şuralar yəqin ki bunu da öldürəcəm. Hadi ya bu niye tullandı? Şu bir defa vurdu. Uuu, şu talpayla geldiler. Bakın biz de talpamızı çağıraq onda. Gəlin görək ya. 2019 trendlərinə oxşadılar. Biz ne kadar adam yığmışıq? Ben nereye yığdım bu kadar adam? Bunu yüksəldiyim. Məncə divi fullluyum. Fulladım getdi. Neyse dostlar, özünüzə yaxşı baxın, sağ olun. Bay bay.